Bakı kəndləri arasında yenilənən, müasirləşən ilk kənd Balaxanı oldu və bütün digər kəndlərin abadlaşması da bu nümunə əsasında gedir. Əslində prosesdə qazanılan ən maraqlı, ən qiymətli təcrübə yerli sakinlərlə iş təcrübəsi idi. Təsəvvür eləyin, öz adət ənənəsi olan qədim, qapalı bir kənd. Əlbəttə burada istənilən işi başlamaq üçün, necə deyirlər, bir daşı yerindən tərpətmək üçün ilk növbədə ağsaqqallardan xeyir-dua almaq lazım idi. Bakı abadlıq gələndə məndən xahiş edildilər ki, ağsaqqalları mən bir yerə yığım. Yəni oturduq, orada söhbətlər olundu. Yəni ağsaqqallar öz fikirlərini dedilər. Sağ olsunlar, onların qəsəbəyə böyük köməkliyi oldu. Qəsəbədə çox azınazanlı bir vəziyyət var. Kəndə suya işıq xəttləri tez-tez qırılırdı, kəsilirdi. Qaz təchizatı demək olar ki, yararsız vəziyyətdə idi. Dövlətimiz tərəfindən demək, kəndə böyük qayğı göstərdi. İlk dəfə olaraq ilk növbədə kəndə su çəkildi. Sonra qaz xəttləri təzələndi, işıq xəttləri təzələndi. Kənd sakinlərinin əksəriyyəti işə cəlb olundu. Mən deyərdim ki, işsizlik aradan qalxdı. Və sonralar Bakı Abadlıq Xidməti bu ərazidə abadlığı addım-addım gerçəkləşdirdikcə, məkan ziyarətçilərin üzünə açıldıqca, hər kəs bacarığına, istedadına uyğun bir şəkildə özünü bu abadlıqda tapdı. Yəni rəssamlar fasadlarda öz istedadlarını göstərdilər, heykəltaraşlar hansısa bir əsərləri ilə yadda qalmaq istədilər və digər yaradıcı insanlar da bəziləri kulinariya məharəti ilə, digərləri bağçılığa olan sevgiləri ilə abadlıq prosesinə qoşuldular. Abadlıq işləri başlayanda mən də dedim ki, mən də öz töhfəmi vereyim, əlimdən gələni eləyim bu kənd üçün. Ona görə də daşdan məsəl üçün bir neçə kompozisiyalar düzəltdim bu kənddə, bulaqlar düzəltdim bu kənddə. Ürəyimdən nəsə keçəndə, nəsə fikrimdə olanda, Balaxanı ilə bağlı nəsə düzəltməyə, onu Emin müəllimlə məsləhət eləyirəm. Onun çox gözəl fikirləri olur. Məsləhət olursa, onu başlayırıq düzəltməyə. Balaxanıda yaranan Gilabi Seramik markası, İslimi Karpet markası və burada belə deyək, metal döymə sahəsində Əzbala Dadaşovun həyatı keçirdiyi əsərlər bədiliyinə görə, özünə məxsusluğuna görə gözəl sənət nümunələrdir. Balaxanı tam dəyişdi və bu layihə də sözsüz ki, doğrultdu özünü. Və bu bir estafet olaraq bütün respublikaya yayıldı. Balaxanı neft mərkəzi kimi tanınıb və buranın torpağı təbii ki, yaşıllaşdırma üçün çox da münasib deyil. Amma bu gördüyünüz yaşıllıqlar, bu gördüyünüz ağaclar, çiçəklər peşəkar xidmətin və böyük zəhmətin nəticəsində ərsəyə gələn bir mənzərədir. Və təbii ki, yerli sakinlərin də bu mənzərədə öz haqqı, öz qatqısı, öz payı var. Dövlətin göstərişi ilə 2019-cu ildə Balaxanı kəndi Bakı Abadlıq Xidməti tərəfindən təmin olundu. Göründüyü kimi təmin işləri yüksək səviyyədə həyata keçirilib. Hal-hazırda Bakı Abadlıq Xidməti Balaxanının təmirinə, yaşıllığına, təmizliyinə nəzarət edir. Bu da yeni iş yerlərinin açılması deməkdir. Burada işləyənlərin əksəriyyəti kənd sakinləridir. Balaxanı Bakıya gələn turistlərin gəzinti yerinə çevrilib. Balaxanın girəcəyindən 3-cü mədən ərazisi deyilən yer var. Kəndin girişidir, yolun sağı solu, Eldar şamlarıdır, alyandrlardır, kiparız ağaclarından əkilib, Dirçəli küçəsidir, Mirzə Ələkbər Sabir küçəsi, bir də Səfəvlər küçəsidir. Orada divarlarda, dekorlarda güllərimiz var bizim. Mövsümə uyğun, yayda məsələn yaya uyğun güllər vururuq. Qış, payız aylarında həmən mövsümə uyğun güllər vururuq. Dövlətin icazəsi ilə kənd sakinlərinin həyətlərinə güllər qoyulub. Yəni onlar da ona qulluq eləyirlər, onun qarşılığında əmək haqqı alırlar. Abadlıq işləri başlanan zaman bitkilərin qulluğu bizə tapşırıldı. Biz də ki, o vaxtdan, o zamandan biz bu güllərə, bitkilərə biz qulluq edirik. Balaxanı yeni layihələrə açıqdır və yeni ideyaları gerçəkləşdirməyə hazırdır. Məsələn, Balaxanıda bir maraqlı güşə var. Bu il ekopark kimi həmin yerin məkanın təqdimatı keçirildi və Bakı məktəblərindən minlərlə şagird üçün eko-maarifləndirmə kursları keçirildi. Günü bugünə qədər yüzlərlə ağac əkildi bu eko-layihə çərçivəsində və indi gördüyünüz elə bu park da lap yenicə salınmış parkdır. Kiçik bir yer olsa da turistlər üçün çox maraqlıdır. Çünki buradan həm Balaxanını xarakterizə edən neft buruqları görünür, həm Balaxanının çox gözəl bir mənzərəsi açılır. Biz Balaxanı infoturda qonaqları qarşılayırıq.
qarşılayırıq, onlara ətraflı qəsəbə haqqında məlumat veririk. Eyni zamanda bizdə Balaxanı infoturda bəzi yerli istehsal olunan suvenirlərimiz var. Turistlər ilk növbədə tarixi abidələrlə maraqlanırlar. Neft bumundan sonra burada neft milyonçuların evləri saxlanılıb. Hansı ki, o da bizim turistik marşrutumuza daxildir. Onlar da nə ilə fərqlənir? Həm qırmızı, həm də sarı suvaqlı evlər adlandırırıq və üzərində bizim Azərbaycan xalq, belə deyim, xalça ornamentlərini də görə bilirlər. Biz Türkiye'den, Ankara'dan, Gazi Üniversitesi Şehir ve Bölge Planlama Bölümünden büyük bir grup olarak geldik. Burayı da mutlaka görmek istedik çünkü tarihi dokusu korunmuş, önemli bir kasaba ve de petrolün ilk kez burada çıkıyor olması bu gelişmeyi sağlamış. Bu da aslında bir çekirdek bir yerleşim merkezi olarak tanımlanması için önemli bir unsur. Tarihi dokunun korunuyor olması çok önemli ve bunun mutlaka sürdürülmesi lazım. Ama tabii burada yaşayanlarla birlikte sürdürülebilmesi için de işte turizm, işte başka aktiviteler, yeme içme, belki konaklama, evler biraz böyle butik otellere dönüşebilir. O tarz işlevler burada yaygınlaşabilir. O zaman tabii daha çekici hale gelir bu kasaba. Mənim rəhmətli əmim Azərbaycanda tanınmış papaqçı idi. Sonra atam bu işi davam elədi və indi mən bu işlə məşğulam. Azərbaycanlılar üçün papaq mərdlik simvoludur. Yəni o vaxtı qədimlikdə papaqsız kişi görməzdiniz. Hamı papaqda idi. Yəni balaca uşaqdan tutmuş, böyüyə kimi hamı papaq taxırdı. Bizim dükanda tikilən papaqlar sırf əl işidir. Ora ürəyimizi, canımızı qoyuruq. Yəni o hər tikilişini düppələn düz tikirik ki, müştəri gəlib baxanda həm də ki, keyfiyyətli bir parçalardan istifadə edirik ki, müştəri həmişə razı qalsın bizdən. Balaxanı kəndinə gələn insan heç fikirləşmir ki, mən bu kənddən gedim. Yəni fikirləşir ki, burada bir neçə bir ev olardı, alardı, qalardı. Bu cürlə inkişaf gedib Balaxanıda, dəyişiklik olub. Kəndimi sevmək mənim borcumdur, kəndimin qulluğunda hazır olmaq mənim borcumdur. Bu kənddə orta əsrlər dövrünə aid, bəlkə də ondan qabaqki dövrlərə aid çoxlu miqdarda tarixi mədəni abidələr olmuşdur. Lakin onların bəziləri müəyyən səbəblərdən itib batıb getmişdir. Xüsusən Sovet hakimiyyəti dövründə maddi mədəni abidələrə qarşı belə qayğısızlıq nəticəsində bir çox Balaxanı abidələri dağılıb getdi. O cümlədən indi burada gördüyümüz Hacı Şəhlər məscidi tamamilə bərbad bir vəziyyətdə idi və dövlətimizin qayğısı nəticəsində bu abidə bərpa olundu, tamamilə gözəl bir şəklə düşdü. Bundan başqa Balaxanıda yerləşən qum hamamı, demək olar qumun içində batıb getmişdi. Həmin abidə də yerin altından çıxarıldı. Mənim yadımdadır, o qazıntı işlərini aparanda 300 maşından artıq oradan torpaq və qum çıxarıldı, aparıldı və abidələr normal hala düşdü. Azərbaycan tarixinin istənilən dönəmində Balaxanının müəyyən bir yeri var. Vaxtilə qədim İpək yolunun keçdiyi bu məkanda qədim tarixi abidələr o keçmiş dövrlərə şahidlik eləyir və 20-ci əsrin əvvəllərində neft bumu dövründə bütün məşhur sahibkarların, dünyada məşhur milyonçuların Balaxanıya gəlməsi buradakı bəzi memarlıq abidələrində indi də öz əksini tapıb. Balaxanı indi də neft buruqları ilə diqqəti cəlb eləyir və təsadüfi deyil ki, bura gələn turistlər Balaxanını məhz dünyanı vaxtilə neftlə təmin eləyən və böyük savaşlarda böyük qələbələrə vəsilə olan bir məkan kimi tanımaq istəyirlər. Bütün bu hadisələr Balaxanını tək sənaye mərkəzi kimi yox, həm də mədəni mərkəz kimi məşhurlaşdırıb. Bildiyimiz kimi ilk filmin çəkilişi də burayla bağlıdır. İlk futbol komandasının yaradılması da Balaxanı ilə bağlıdır. Burada tamaşalar olub, çox maraqlı hadisələrlə yadda qalıb Balaxanı. Bugünkü gözəlliyini, bugünkü abadlığını, bugünkü müasir və rahat həyatını Balaxanı artıqlaması ilə haqq eləyib. Güman eləyirik ki, digər kəndlər də məhz bu model üzrə abadlaşacaq, gözəlləşəcək.